Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Mümtaz Xəlilzadə təqdim edir. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. ASTV xəbərin bugün olan əsas buraxılışında hər birinizi xoş gördük. Ölkə və dünya gündəmi ilə qarşınızdayıq. Anonslardan başlayaq. Məhəmmədi kəndinin yol problemi nə zaman bitəcək? Bax, hazırda görürsünüz, yollar bu vəziyyətdədir və təbii olaraq da sakinlərə ciddi çətinliklər yaradır. Çox acınacaqlı vəziyyətdədir. ASTV xəbər sakinlərin müraciətini araşdırdı. Təfərrüatlar az sonra. Ötən həftə qar yağdı və bir sıra problemlər üzə çıxartdı. Bu problemlərdən biri də yollarla bağlıdır. Elə Abşeronun Məhəmmədi kəndində olduğu kimi. Sakinlər uzun müddətdir kənd yollarının acınacaqlı olmasından şikayətçidirlər. Hava yağışlı, qarlı olanda isə vəziyyət burada daha da acınacaqlı olur. Əməkdaşlarımız yol problemini işıqlandırmaq üçün Məhəmmədi kəndində olublar və sakinlərlə danışıblar. Məlum olub ki, kəndin problemi təkcə yol deyilmiş. Bizim yollarımız çox acınacaqlı vəziyyətdədir. Ayağım palçıq olur. Yollar pis gündədir. Harasa gedəndə el arasında yolun açıq olsun deyirlər. Amma yaranan bu vəziyyətlə yolun palçıqlı olmasın demək daha çox yerinə düşər. Hazırda biz Abşeron rayonu Məmmədli qəsəbəsi Xalqlar Dostuğu küçəsindəyik. Burada yaşayan sakinlər üçün hərəkət etmək sözün əsl mənasında çətin məsələyə çevrilib. Bax, hazırda görürsünüz, yollar bu vəziyyətdədir və təbii olaraq da sakinlərə ciddi çətinliklər yaradır. Artıq bir müddətdir ki, bu kəndin sakinləri çətinliklərlə üzləşiblər. Yollardakı problemlər səbəbindən işə gecikənlər də, dərsə tələsənlər də əziyyət çəkir. Son günlər havanın qarlı olması isə problemi daha da artırıb. Palçıqlı yollarda hərəkət məhdudlaşıb. Gördüyünüz kimi bizim yollarımız çox acınacaqlı vəziyyətdədir. Yağmurlu günlərdə yollarımızı su basır. Baxın, kubik daşları düzmüşük. Uşaqlar, qadınlar, yaşlı insanlar həmin daşların üstündən yağış olanda, qar olanda işə, məktəbə gedib gəlirlər. İstəyimiz odur ki, tez bir zamanda bizim də yolumuz düzəlsin. Biz də evimizə, işə rahat gedək gələk, uşaqlar məktəbə rahat getsin, gəlsin və təhlükəsiz gedib gəlsinlər. Burada problem çoxdur. Kanalizasiya yoxdur, yollar pis gündədir, gəlib gedə bilmirik. Bu indi ayağıma baxın, görün, ayaqqabı ilə geyib gələm mən. Hələ bu da boğazından elə yer var ki, su dolu içine, bu da İstanbul düzəməli geyib gələ bilmirəm. Bu yolla məktəbə də gedib gəlməyi çətindir. Əziyyətini həm məktəblilər, həm də onların valideynləri çəkirlər. Ayağım palçıq olur. Çətinlik çəkirəm, paltarım palçıq olur. Məktəbə gedənə qədər ayağım suya batır, sonra xəstələnirəm. Məktəbdən gətirib bu uşaqların hamısını. Bu vəziyyətdə bir qapı hamısını parırsın. Heç yerdə bir qıraqda düşürmək mümkün deyil. Məmmədli kəndinin problemi təkcə yolla bitmir. Ərazidə kanalizasiya sistemi də yoxdur. Ərazidə kanalizasiya sistemi olmadığından qurun suları da yaranıb və elə nəticə də göz qabağındadır. Həll olunmamış problemlərə görə kənddəki evlərini tərk edənlər də var. Bax, gördüyünüz o qarşıda ev var. O evin altında olmasa 50-60 santim su var. O ailə suyun içində yaşayır. Məcbur qalıbdır, uşaqları xəstələnməsin deyə köçüb gedib rayona, evini tərk eləyibdir. Gözləyir ki, haçan su çəkiləcək, gəlib evində yaşayacaqdır yenə də. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinə müraciət etdik. Bildirildi ki, Məmmədli kənd bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən Xalqlar Dostluğu küçəsində cari təmir işləri həyata keçirilib. Müxtəlif növ yol örtükləri tökülüb. Lakin son günlər havaların yağıntılı olması səbəbindən həmin küçədə çalaların əmələ gəldiyi müşahidə olunmaqdadır.
Hava şəraiti düzəldikdən sonra bələdiyyə tərəfindən yenidən təmir bərpa işləri aparılacaq. Məmmədli kəndinin mərkəzləşmiş kanalizasiya şəbəkəsinə gəldikdə isə bildirildi ki, bununla bağlı aidiyyatı qurumlara müraciət olunub və məsələ artıq dövlət proqramına salınıb. Biz də ümid edirik ki, tezliklə Məmmədli kəndinin problemləri öz həllini tapacaq. Şamilə Şamil qızı, Elvin Qəhrəmanov, ASTV xəbər. Və ümid edirik ki, kənddən növbəti reportajımız artıq problemlərin həlli ilə bağlı olacaq.